Özünüzü təqdim edin. İkinci Vətən müharibəsinin qazisi Həbibov Emin İmranoğlu. Deməli, mən şikayətim Azərsun Holding'dandır. Azərsun Holding'dan yoxdur, oranın işçisidir, müdiriyyət heyətindəndir. Deməli, 5 il ki, mən orada fəaliyyət göstərirəm, işləyirəm. 5 il ərzində mənim nöqsanım olmadı, bütçeniyəm olmadı. Təzə bir müdür gəlib, 1 ildir, 1 ilə yaxındır gəlib. Deməli, gələndən 10'a yaxın qaziləri işdən çıxartdırdı. O işdən çıxartmanın da səbəbi odur ki, Cənab Prezident bizə ən əsas birinci nöqsanı onu tuturlar ki, irad bildirirlər. 46 gün bizə məzuniyyət verirlər. 46 gündə bunlara sərf eləmir, 21 gündür. O əsasdan verir. Bir də ki, hər bayramdan bayrama bizə produkt verirlər. Onu ləğv eləməmək üçün qaziləri işdən çıxardırlar. Mənim də üstümə orada şər atdılar. Söhbət hansı şərdən gedir? Söhbət deməli, başqa bir şoförlə verdilər mənə. O şoförün köməkçisi də vardı. Mənə əlavə köməkçi verdilər oraya. Yükü çox idi ona görə. Getdik mağazada 3 dənə yerə kömək elədim. Deməli, malı verdik. Məhsulu verdik mağazada. Belə səhv verdik. Onun mən xəbərim olmayıb. O günlər mənim xəbərim olub ki, söhbət açılanda bilmişəm ki, orada mal səhv verib, mal qayıdıb. Mənim onun xəbərim olmayıb heç də. Çünki mən orada mal tanımıram. Və sizin xəbəriniz olmadan niyə sizə qarşı belə iddiamlar irəli sürürlər? Onu deyirəm də, orada bir adlı bir şəxs var, təzə gəlib. O məndən burada elə bir ki, avicdə düşür. Məni işdən çıxartmaq istəyir, çıxarda bilmir, adıma nöqsə şey atır, ləkə atır. Niyə çıxartmaq istəyir ki? Bilirsiniz Qarabağ qazisi olduğunu? Bilir. Elə əsas da o da deyir ki, sən olmayan mən səni mən qoymayacağam burada işləyəsən. Dedim, o sənin başın üçün deyir mənə buradan çıxardasan. Öncədən sizin probleminiz olub sizə qarşı belə? Yox, olmayıb. Mənim problemim odur, mən tez-tez tədbirlərə gedirəm, işə gec gedirəm, tez-tez işdən qalıram. Yəqin şəhid tədbirlərində Bəli, şəhid tədbirlərində olur, şəhid anım günləri olur. Dəvətli oluruq, gedirik. Bu məcburuq getməyə. Bəs gedəndə siz icazə alırsınız? İcazə alıram. Zəng vururam, deyirəm ki, bəs səhər... Məlumat verirsiniz? Bəli, məlumat verici olmur ki, məlumatsız olmaz. Mən icazə alıram, gedirəm, burada deyir, tez-tez bu bizim işimizə yaramır da, deyir belə. Tez-tez tədbirə gedirsiniz. Həmin ora gedirsiniz, bura gedirsiniz. Uşağım xəstə olur, gedirəm xəstəxanaya gedirəm, o yerdə icazə alıram. Evdə 2 dənə xəstəyə baxıram, uşaq xəstə, yoldaşım xəstə, özüm invalid. Bununla bağlı əlim qırıq. Bu əlindən mən gedib orada fəaliyyət göstərirəm. Canım ağrıyır, qabırğalarım qırıq. Onunla bəri məni oradan qoymurlar ki, çörək pulumu qazanam, evimə çörək aparam. Yaxşı, bu orada Kadrlar Şöbəsinin rəisi var, Ramazan müəllim. Qalxdım ona da sözümü dedim, o da onların sözünü deyir. Bir oğurluq olub da, sən də oradasan. Deyirəm, mən çox adam çox şey olur. Həmən hadisə zamanı deyirsiniz ki, yanlışlıq hərəkət ediblər. Orada sizin yanınızda olan şəxslər varmı? Var. Neçə nəfər olublar? 3 nəfər idi. Onları işdən çıxartdılar. İşdən azad edildi. Bəli, onları işdən çıxartdılar. O 2 nəfər işdən çıxanda da bunlara deyib ki, Eminin bu işlə xəbəri yoxdur. O heç nədən xəbəri yoxdur. Hətta məlumat da verir. Bəli, yanımda məlumat da verdilər. Dedi, onlara tapşırdılar ki, siz dinməyin. Onu bu adından çıxardacaq. Onlar da deyib ki, biz elə haqsızlıq edənlər ya, o xəbəri olmuyor, biz nətər deyək o xəbəri var. Buna baxmayaraq Ramazan Oran Kadrlar Şöbəsinin rəisidir. Soyadını bilirsiniz? Soyadını bilmirəm. Bəs Vüsal dediyin şəxsin soyadını bilirsiniz? Soyadını bilmirəm. Nə işə baxırlar orada? Ramazan müəllim Kadrlar Şöbəsində oturur. Bəli, Kadrlar rəhbəri odur. Vüsalda elə bir starşı fəhlə, belədir. Bizim starşımız. Ebruki nəzarətçidir. Bəli, nəzarətçidir. Və ona deyirəm ki, mən gedib qarın altında qalanda, qar üstümə tökəndə bizim müharibədə canımızı qoyanda, canımızdan keçəndə sən üstünə yorğan atıb örtürdün. 5 mən boydasan. Heç olmasa ondan utanır. Sən mənim kimi oğlanı sən buradan işdən çıxartdırmaq istəyirsən. İndi siz həmən şəxslərdən şikayətçisiniz. Ramazan, Vüsal da yəni. Bəli, Ramazandır, Vüsaldır, Pərvizdir, Niyazidir. Və bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? İndi bir dəqiqə hal-hazırda Prezident Administrasiyasına getmişdi. Nərimanovda. Bəli, Nərimanovda 7 saylı Asaq Xidmətin yanında yerləşir. Getdim orada müraciətimi bildirdim. Mənə gələn ayın 3-ünə görüş təyin edərdilər. Mən ayın 3-də inşallah gedəcəm oraya müraciətimi bir daha edəcəm. Bəs burada kimlə görüşmək istəyərdiniz? Burada da
görüşmək istəyərdim, aidiyyəti qurumdan görüşmək Şikayət istəyərdim. ərizəsi yazmaq istəyirəm. Bəli, bəli, şikayət ərizəsi yazmaq istəyirəm. Lazım olan orqanlara şikayətimi bildirmək istəyirəm. Buradan cənab prezidentə səslənirəm. Cənab hörmətli prezidentimiz, sizin tapşırığınızı icra eləmirlər. Siz tapşırmısınızsa qazi və şəhid ailələrinə, veteranlara qayğı diqqət göstərilsin. Hansısa bir müəssisələr bu icranı yerinə yetirmir. Bu sizin tapşırığınızı yerinə yetirmir. Sizin tapşırığınız var ki, bizdən daimi diqqət nəzarətdə olursa, bizə nəzarət eləsinlər, bizi incitməsinlər. Navar əksinə elə, bizi çox incidirlər. Bəzi məmurlar var, bizi incidir. Bəzi iş müəssisələrində oturan müdürlər var, yeyib yoğunlamışlar var. Onlar o qədər boynu yoğunladır ki, stola gücdən oturub dururlar, amma bizləri fikirləşmirlər. Biz halbuki onlar üçün can qoymuşuq. Yenə də bugünkü gündə, vətənimin dar günündə, yenə də canımla qanımla keçməyə hazıram. Nə qədər canımda can var, bu qanımda qan axır, o qanımın son damlasına qədər canım qurban vətənimə. Neçə gündə əsəb stres içindəyəm. Axır ki, bu günləri həkimə getdim. Həkim mənə göndəriş yazdı məştəqiyə. Dedi ki, sizin vəziyyətiniz çox pisdir, stressdəsiniz. Lazım olan hərəkət eləyə bilərsiniz özümə. Neçə dəfə də cəhd elədim ki, özümü doğrama, evdə qoymadılar. Çıxış yolu deyil, ailəniz var. Bilirəm, o çıxış oldu. Prosto əsəbimdən, özümdən qan çıxartmaq istəyirəm. Əsəbim, içim yanır axı, içim partlayır. Kiməsə nəsə eləyə bilmirəm. Kiməsə nəsə eləyəndə sonra onun peşmançılığını çəkirəm. Bu elə, halbuki özüm eləyim bunu. Onun üçün mənə göndəriş də verdi. Həkim nəzarətində olmalıyam mən. Artıqsa dedi, bir ay həkim nəzarətində olmalısan. Özümü gücləm və dərman atıb gəlmişəm. Özüm... Çox sağ olun. Təşəkkürlər, minnətdaram.